Şahruxanın məşhur filmlərindən biri olan Tanrı bilir filmi haqqında danışmaq istəyirik. Film 1995-ci ildə çəkilmişdi. Filmdə bir uşağı küçəyə atırırlar və uşaq kimsəsiz böyüyür və uşaqlıqdan avara həyat sürür. Onun uşaqlıq dostu Morley və sevdiyi qız Bella olur. Avara həyat sürən oğlan adı olmadığına görə hamı ona səfil deyirdilər. Bir gün o, müqəddəs atanın yanına gedir və adının nə olduğunu soruşur. Müqəddəs ata isə göyə baxıb deyir ki, Tanrı bilir və bundan sonra oğlan özünə bu adı götürür. Bundan sonra onun qoşulduğu avara həyat onu cinayət aləminə gəlib çıxarır. İllər keçir, artıq Tanrı bilir bu aləmin bir hissəsinə çevrilir. Tanrı bilir Bellanı sevir, amma Bella Morleyni sevir və filmin gedişatı çox dəyişir. Film haqqında maraqlı faktlardan biri budur ki, filmin çəkiliş prosesi təxminən 3 il davam etmişdi. Şahruxanın o vaxtı geydiyi paltarlar 90-cı illər üçün çox xarakterik və yadda qalan stil idi.